Qəşəng. Tamam, danışarıq, yaxşı. Belə. Oradan qaydırıq, başımıza gəlir yenə sizə. Varmı bir mövzu? Mövzum siz danışdıqca mən fikirlərim özümdə tətbiq edirəm. Hansı ki, fikirləri bəzilərini dəstəkləyirəm, bəzilərini deyirəm yox. Hətta siz orada bir mövzu dediniz ki... Sevirəm, nə yaxşı. Yəni, hər şeyə hədiməydir. Yəni, varsa fərqli bir fikir söyləyin yəni. Siz dediniz ki, misal üçün mən də istəyirəm ki, ən yaxşısı hər kəs istəyir ki, həyatında hər şey mükəmməl olsun. Mən bir qız olaraq, bir xanım olaraq deyirəm ki, bu oğlan çox mükəmməldir, yəni bunu mən istəyirəm. Və düşünürəm ki, yaxşı, mən bunu istəyirəmsə, onda olan mükəmməllik məndə varmı? Eləcə də hər kəsə deyirəm ki, sən bunu istəməklə deyil, özünü gör, sonra onu gör. Tamamilə razı. Uyğunlaşırıqmı? Yəni, o oğlan səndə özünü tamamlayacaqmı, yoxsa əksik mi qalacaq burada? Yəni, onu fikirlərinizi çox bəyəndim və çox sağ olun ki, belə birinci dəfədir gəlmişəm sizə dedim. Nəhayət gəldiniz yəni, neçə ay sonra. Və çox yaxşı gəlir mənə ki, hər kəs fikrini paylaşır və gözəldir ki, mənə nələrsə qazandırır. Və eləcə də mənim fikrim kiməsə nələrsə qazandırır. Yəni, hər kəsə iş həyatında da uğurlar. Bir də ki, bir söz deyim sizə, hansı ki, xanım deyir ki, bilmirəm necə olacaq, amma mən elə olanda deyirəm ki, mən orada oldum, o belə mənim yüksəlişimdir. Yəni, o intervyuda iştirak elədim, uğursuz olsam belə, amma mən orada olmuşam. Yəni, bu belə məni fərqləndirir. Çox güzel. O sözünüzə qüvvət, xanımlara qarşı biraz belə danışanda biraz çox seksiz kimi çıxıram da, amma bəzən olur ki, belə xanımdan soruşanda ki, necə bir kişi obrazı, başlayır demək ki, bu olacaq, vəzifəsi bu, pulu bu, həyatdakı duruşu bu. İçimdə deyə də bilmirəm ki, xətti nə deyəcək də, yəni onu demək istəyirəm ki, tamam, belə bir adam səncə səni mi istəyəcək, yəni mövzu budur, yəni. Yəni, tamam da mən belə bir adam istəyirəmsə, mən kiməm? İnsan özünə bir sualı verməlidir və zaten sən özün öz həyatında gəlib o yerə çatanda o cür kişi gəlib səni tapacaq, yəni. Amma qızlar oturub deyirlər ki, elə bir adam səhv ortamda, tamamilə ayrı yerdə oturub, elə bir adamı gəlib həyatlarına çıxmağını istəyirlər. O zaman növbəti sualı verirəm ki, tamam, sən bu ortamlarda oturdur eləyirsən də, səncə o leveldə bir adam, o harada oturur? Səncə onun yolu heç bu məkandan keçirmi ya? Sən elə bir adamla qarşılaşmaq istəyirsən, gedib o məkanda bir oturdur eləməlisən ki, bir görsün səni, yəni, qarşılaşasın. Bir şey deyirlər, bayaq biz ki, tələbələr arasında fərqli universitetləri münayitliyib, söhbət qarşı təfişmə konuşmadı. Mən düşünmürəm ki, hər kəs öz təbəqəsini almaq istəyir. Siz dediniz ki, Sıxan dediniz ki, məndə bunlar qarşımdakı istədiyim insanda bunlar var, bəs məndə bunlar varmı? Əslində, ondan daha çox mən də düşünürəm. Baxmaq lazımdır ki, qarşımdakı insan nələr istəyir. Bəli. İnsanlar var ki, milyonları var falan filan, amma o adam özünə bərabər, özündən bir tık aşağıda daha çox aşağıda insan istəyir. Amma xüsusilə Azərbaycan kişisi obrazı. Sırf o əzmə mənasında bilirəm. Sırf burada olsun da yaxşı. Amma burada deyilsə, buradadırsa da burada olmasın, mənə daha yaxşı olsun. Burada olmaqdansa, burada olmağı daha yaxşı. Bunu indi xırdalanlar da. Bir növ, indi bayaq dediyim biraz fərqli çıxır da, ruhların, qəndlərin istəyi, bir insan ruhsal bağlanmaları, onun statusla bağlanmağından daha tutarlıdır. Yəni, statusu etsə belə, baxır ki, bu insanın duyğuları budur, bunun düşüncəsi budur. Bunun mətbəxtdə də olsa, iş ortamında o idarəmizi xanım olsa belə, nə duyğuları varsa, oradan bunun duyğuları var. Düşünürəm ki, 90% hətta kişilərin daha çoxu o şeyi daha çox önəm verir. Status önəm verənlər özləri bir yerlərə çıxıb, nələrsə qazanmış və çox xanımla münasibəti olan kişilər daha çox özünə bərabər tay axtarır. Daha çoxu özünə daha yaxın axtarır. Tay olanı daha yaxın olan axtarır. Yəni, mən problemi siz nədə görürəm? Bu günümüzün insanı. Qarşımdakı insan doğrudan məni istəyirmi? Yəni, mən o ailəm yox, o məni istəyir. O da mən layiqli verməyəm. Amma o özü məni istəmiş olar. Bu şübhələndir. Bütün məsələ biz şuurlu şəkildə nə düşünürük və nə istəyirik? Bir də var şuur altından bizə bugünümüzdə yeridilənlər. Gəlin bir dənə dürüst, bəli. Deyin. 20 dəqiqəmiz var hələ. Hə, yaxşı. 7-20 dəqiqə qalıb. Hə, əla, tamam. 20 dəqiqəmiz də var dostlar. 20 dəqiqə danışa bilərik. Olar, bu mövzunu fikir bildirim. Necə? Sevindirəcəm halda ki 20 dəqiqəmiz də var. Aha. İndi, baxın,
Bir, şuurlu şəkildə biz nə anlayırıq, nə dərk edirik, nə istəyirik. Bir də var ki, şuuraltı bizə bu günə kimi nə yeridilib. Gəlin baxaq ki, bizim mentalitetdə bir Azərbaycan kişisinə nə öyrədilir? Kişi olacaqsan, yumruğu stolun üstünə vuracaqsan, hamımızı belə tərbiyə olunur da, düzdürmü? Evdə bir dənə söz sahibi var, o da sənsən. Qanunları sən qoyursan, sən nə deyirsən odur və sənin bütün bu sözlərin keçdiyi və sənə uyum, nə desən onu eləyən bir həyat yoldaşı demir, arvad tapmalısan. Razıyıq? Ya, tam dürüst idi. Bu şuuraltı bizə yeridilir. Necə? Hə, yəni onu da almalısan yəni. Tamam, onu alacaq pulun olmalıdır, hətta işin gücün olmalıdır. Yəni biz kişilərə bu öyrədilir. Bunun da içində bizim bir öz vicdanımız, ürəyimiz, hisslərimiz, duyğularımız və həyatı algılayırıq müasir dövrdə. Bir də bizim istəyimiz var. Hər birimiz içimizdə bu iki mövhum arasında gedib gəlirik yəni. Yumruqmu, yoxsa ürəkdənmi? Tamam. İndi bir də baxın ki, bizim qızlara, xalalarımız, bibilərimiz, nənələrimiz nə aşılayır yəni. Özünü baha satacaqsan, pullu oğlan tapacaqsan, yaxşı işi, gücü, vəzifəsi olacaq və sənə hər şey alacaq yəni. O xonçanın içinə hər şeyi tıxmalıdır. Yəni hər şeyi, o xonçada hər şey gəlməlidir yəni. Ondan sonra nə edəcəksən? Tez bazar. Ondan sonra nə edəcəksən? Tez bazar 1-2 dənə uşaq yerivi bərkidəcəksən. Tamam mı? Evi də öz adıva yazdırırsan. Tamam mı? 2 uşağın anasısan. Qutardı getdi. Bu bizim tərbiyə, o bizə verilən tərbiyə. Qızlarımız bu tərbiyədə böyüyür, oğlanlarımız da bu tərbiyədə böyüyür və oğlana deyirlər ki, bax göstərməlisən, ha, yerivi, kişi yerivi bilməlisən falan deyirlər. Qıza deyirlər ki, sən gedən kimi o qaynananın başında turp əkirsən, göstərsən, siz evliliyə girmirik nəticədə, müharibəyə giririk yəni. Mən göstərəcəm günümü sənə, sən də Elə olmamalıdır əslində qalsa. Düzdürmü? Amma bizə tərbiyə olan budur deyə biz oturub bunu əslində qalsa çox net olan bir şeyləri bu necədir deyə müzakirə edirik. Yəni zaten bizim vicdanımız, qəlbimiz deyir olsa necə olmalıdır. Amma biz yenə də bizə şuur altımıza aşılanan o tərbiyəni, yəni ki, onlar xoşbəxt olmadılar, amma eyni şeyi bizə də növbəti nəsildə də yeritmək istəyirlər. Düzdürmü? Və bu nəsildən təsvir olsa elələri var ki, bunu öz uşaqlarına daşıyacaqlar yəni. Burada məsələsi var ki, bəli. İki variant var. Burada bizim adətən ənənəmiz girir ki, yəni bütün məsələ süd puludur. Yəni bugünkü dövrümüzdə hələ də qıza görə süd pulu istəyir ana. Yəni bu il olub 26, yəni dəyişməyib belə də yəni. Təəssüf ki. Aha. Bu tək qız adamdan yox. Aha. Nəsə duyğu alıb, duyğu vermək. Aha. Qalıb qarşı. Yəni onun nəsli. Bəli. İnsanlar var ki, ancaq verməyi daha çox seviyor. Nələrsə eləsin, nələrsə qarşıdakı insan üçün eləsin, necə silindirsin. İnsanlar var, ancaq almağı sevir, daha çox almağı sevir, verməyi daha çox sevir. Belə vəziyyətlərdə vermək istəyən tərəflə vermək istəyən tərəf birləşərsə daha şuurlu şəkildə təbii ki, daha xoşbəxt mənə fikir ki, hər iki tərəf verəcək. Ola bilər, bir tərəf versin, digər tərəf alsın. Burada artıq o verən tərəf bir gündən sonra tükənə bilər. Tükənəcək də artıq bizim vəsilə tələb edəcək. Burada artıq bu tərəfə düşünək ki, güclüşür ki, qarşı tərəf artıq düşünməli ki, bax, o qədər mənə yaxşılıqlar deyil, söküb artıq. Biraz mən də yaxşılıq eləyim, o da verəcək yəni. Mən də yaxşılıq eləyim, dirçəlsin, təzdən mən alaram. Yəni, 10 verimsə, 2 dənə mən verim, ayağa qalxsın. Bunu şuurlu şəkildə eləyənlər var. Daha çox xanımlarda olur ki, qayğı istəyir, diqqət istəyir. İşlər bir dəfə, 3 dəfə, 3 dəfə verir, çox bezirli olur. Ömrü az qalıb ha, son dəqiqələrin gedir. Bu dəqiqə xəbərin yoxdur yəni. Mən bilməm sən buradan sağ çıxarsan yoxsa yox yəni. Ciddə çox qaşınırsan, amma neyse, sən gəl, özün bilərsən yəni. Davam elə. Yaxşı. Aranı yumşaldaram biraz ya. Yəni o elə deyir demək, belə demək istəyir. Bu mənim işimdir. Nə deyirsənsə odur. Nə cəmaata necə algılayırsa odur yəni. Aha. İncimə, mən öz dediklərimin arxasında dura bilərəm burada yəni. Tamam. Mən sənin həmfikir deyiləm. Sadəcə dinləyirəm. Dinləyiciyəm bu dəqiqə. Məni qatma. Tamam. Aha. Digər oğlan tərəf daha çox verir. Aha. Qızsa almır. Burada alır və məsələn eləməlisən. Dünya bu cür eləsin, niyə eləmir ki? Artıq burada çökmə başlayır. Onda fikrimi söyləyim. Bax, biz hamımız normal insan kimi oturmuşuq burada, güya ki normalıq. Amma hər birimizin uşaqlıqdan, ailəmizdən gələn travmalarımız var. Hər birimiz yaralıyıq burada. Hər birimizin içində bir yaralar, zədələr var. Düzdürmü? Və təəssüflü olsun ki, bu yaralar, zədələri biz istəmədən ailə həyatımızda daşıyırıq. O deyir sənə sevgi ver, sevgi al, sev məni, ya sevməliyəm səni. Bütün bu şeylər ailədən gələn boşluqlardan irəli gəlir yəni.
Nəyisə ala bilməyibsə, bunu indi səndən istəyir. Nəyisə çox veribsə, indi səndən çox almaq istəyir. Bütün bu şeylər oradan gəlir. Amma şəxsi fikrimi deyirəm, ideal sevgi qarşılıqsız sevgidir. Heç bir qarşılıq təmənna gözləmədən verilən sevgidir. Səni bir dənə cümləni bitirim. Düzəldirəm, arxasını düzəldirəm. Xoşuma gələcək arxası, narahat olma. Bu necə baş verir? Bütün məsələ özün kimi qarşılıqsız sevməyi bacaran insanı tapmaqdadır. Yəni, mən səni sevirəm, bunun qarşılığında sən mənə heç nə borcu deyilsən. Nə vaxt verməkdə, nə sevgi verməkdə, nə zamanı var, nə pul verməkdə, bu həyatda heç nə. Sadəcə mən səni sevirəm. Mənə sənlə bu həyatda yaşamaq xoşdur. Bir də düşün ki, eyni düşünən bir adam sənin qarşında durub. O da sənə deyir ki, mən də səni sevirəm, buna görə sevdiyim üçün sevirəm, qarşılıq istəmirəm. Bu zaman qarşılıqlı olurmu? Olur. Nəticə etibarilə qarşılıqlı olacaq. Bu zaman bir-birlərini sevmiş olacaq həmin insan. Tamam. İkinci etapda ən vacib məsələ sevgidə qapı açıq olmalıdır. Tamam mı? Zaks səni məhkum eləməməlidir evliliyə. Bax, biz münasibətdəyik. Bizim Avropalılarla fərqimiz budur. Avropalılar münasibəti necə qururlar? Bir-birimizə şans verir. Giririk bu evliliyə. Alınacaq, super, gedəcək. Alınmayacaq, ayrılıb daha doğru insanı tapacaq. Bu bir təcrübə olacaq bizim üçün. Həyat təcrübəsi olacaq. Biz isə evliliyə ömürlük məhkumiyyət kimi baxırıq. Girdinsə səhv alındı, ayda neynimə da, 2 uşağım var, neynimə da, belədir, xasiyyəti belə çıxdı deyib başımızı, kaderimizlə başımızı razılaşıb ömrümüzü keçiririk boş-boşuna. Düzdürmü? Qapı açıq olmalıdır. Biz bu münasibətdəyik, niyə? İkimiz də qalmağı istədiyimiz üçün. Kimsə xoş deyilsə, qapı açıqdır. Bunu 2 nəfər də biləndə hər şey rahat olur yəni. Sən gizlin işlərin olmur, lev işlərin olmur. Çünki bilirsən qapı açıqdır yəni. Tamam, eləyirsənsə get qapı açıqda çöldə elə gəl. Başa düşdün nədir? O məndə yox. Həndəki oydu o. Femka deyə femka. Benzini tutub əlində hansı kişini yandırım burada yəni bu dəqiqə. Onu yandır. Mən də işin olmasın ona. Tamam. Gələk sizə. Var mı bir mövzu? Gəlmişdim burada ixtisas karyera hayındayım. Mən şirkətə keçməyim. Siz də mənə lazımdır bunlar. Yox, bayaq bildirmişdiniz. SMD-dən qeydlə keçmən bir dönəm var idi. Sizdə bir mentorunuz da var idi. O hissəni soruşdunuz, onu biraz söhbət dəyişdi. Aha, deyin, soruşun. Onu soruşmaq istədim ki, o hissəni qısa bir məlumat kimi deyə bilərsiniz. Nə yaşamışdınız? Sizə mail göndərmişdilər. Sonra counter o həmin xarici hissətdən. O biraz seminar kimidir, o hissəsi biraz çətin olacaq. Yəni, bu şirkətdə işləyirəm. Azərbaycanda hamının qibtə eləyəcəyi bir şirkətdir, mühəndislik sayəsində də. Şulunbəcə kimi bir şirkətdə işləyirəm, maaşım gözəl, hər bir şey. Amma ki, dedim ki, mən xaricdə işləmək istəyirdim və Şulunbəcə dedi ki, hələ 2 ildə burada olmalısan. Tamam mı? Amma o anda mənim düşüncəm nədir? Karyera, özünü şirkətə həsr eləməlisən, şirkətdə yüksəlməlisən, yüksək vəzifələrə falan. Tamam, hətta maillərdə gəlir, filan kəs filan vəzifəyə yüksəldi. Ona belə qibtə ilə baxırdım o filan kəslərə. Tamam mı? Beynimdə oyam, karyerist. Tamam. Amma buradan da bu şirkət artıq tupik nöqtəyə gəlib istədiyimi vermir. Halbuki mən biləm ki, mən də mentorum Xose kimi. Xose necə gəlib Azərbaycanda işləyirsə, mən də xaricdə işləyə bilərəm. Düzdür? Bu zaman Xoseyə yaxınlaşanda Xose dedi ki, Pərviz, sən ağaz deyilsən bir şirkətdə qalmaq. Başqa şirkətlər də var. O vaxta qədər mən başımı qaldırıb başqa nə vara baxmamışdım. Ciddən baxmamışdım yəni. Gələn maillərə belə şey baxırdım ki, mən özümü bu şirkətdən sayırdım, yəni həyatımı, düzdürmü? Amma dedi ki, mən o momentdə nəyə baxdım? Xose kimi doğrudan da adlıca professionalların karyera LinkedIn-lərinə baxanda gördüm ki, istənilən professional bu qədər ili burada işləyib, ondan sonra keçib burada işləyib, ondan sonra keçib burada işləyib ki, bu çox normaldır. Hətta sənə diktə edən bir menecer ki, bu şirkətdə qalmalısan axıra kimi, biz səni adam elədik falan, o menecerin profilinə baxsın, görəcəksin ki, o da neçədən şirkət dəyişib, gəlib indi menecer olub. Razı? Bir bu etap. İkinci etap bizim mentalitet idi. Evin tək oğluyam. Evin tək oğlu Azərbaycanda harada qalmalıdır? Atasının ocağında. Evin tək oğlu nədir? Ata evindən çıxdı nədir? Düz mən belə bir Qarabağ mentalitetini böyümüş insanam. O da mən artıq Abu Dhabi'dən, Baker Hughes, Middle East'dən, Orta Şərqdən bir iş təklifi almışam. Kontrakt əlimdədir. Amma bütün nəsil mənə deyir ki, sən evin tək oğlu necə atava anava atıb gedirsən Middle East'ə yəni. Tamam mı? Bu bizim uğur dediyim şey bizim evdə isə bu şeydir.
matəm idi yəni. Evin tək oğlu bizi atıb gedirsən. Necə atıb gedir? Maaşım 4 qat artır. Belə yox, belə baxacağam sizə, düzdürmü? Bu zaman Xose bu mövzunu deyəndə ki, Xose sən dediklərimi anlamırsan, amma bizdə belə bir şey var. Mentalitetdə ki, evin tək oğlu qalmalıdır. O da isə Venezuelalı adam. O adam mənə bir dənə söz dedi. Dedi, "Pəv, sənə bir dənə sual verəcəm. Atan sənin yaşında, tamam? Öz istədiyi həyatı qurub eləyib, yəni öz istədiyi ailəsinin dünyasını qurub, baxdım dedim, hə, deyir indi növbə sənindir. Tamam, bir kəlmə. Söz, dedim, yes, mövzu bağlanmışdır mənim üçün, yəni. Gəldim, şələşməmi yığdım, Abu Dhabi. Siz ondan mailləşəndə Bəli. bir neçə dəfə Sonra mailləşmə hissəsi, bəli. Şirkət yəni çəkməmişdiniz ki, yəni rezekt deyədək ki, onda Xose məni məcbur eləmişdi. Məsələ nə idi? Deməli, Azərbaycanda işləyəndə sənə bir dənə maaş verirlər, o maaşdan vergi verirsiniz. Bir də ki, biz sahə mühəndisləri ki, biz gedib dənizin ortasında oluruq, sənə bir dənə də bonus verirlər dənizin ortasında keçirdiyin günlərə görə. Yəni maaş və bonus və salam. Sən bundan dolanırıq hamımızda, ailəmizi bu pulla saxlayırıq. Amma sən beynəlxalq dərəcəli bir işçi olanda sənə maaşdan və bonusdan əvvəl housing allowance verirlər, ev pulu, car allowance verirlər, maşın pulu, plus uşaqlara education allowance, flight allowance, uçuşlar, təyyarə ilə uçması falan, bütün bu şeylər sənə hamısı ödəniş kimi o paketin içində yazılır. Bu maildə mənə gələndə mən gözüm şey olmuşdu. Həyatımda belə pulları görməyən adam maildə gördüm ki, hə biz sənə burada razısansa imzala, biz başlayaq yəni. Və o anda istədim ki, həmin dəqiqə imzamı atım göndərim, amma bir tələsmədim. Dedim mən bu şeyləri bilmirəm. Gedim bir Xose ilə məsləhətləşim. Mən də laptopdan yan-yana oturanda dedim Xose, hə Baker'dən belə bir təklif gəlir. Nə deyirsən? Qəşəng deyir, da imzalayım da. Baxdı belə ki, artır. Deyirəm nə? Deyir artır. Deyirəm necə yəni? Deyir o rəqəmlərdən artığını istə onlardan. Mən deyirəm, Xose etmə, eləmə, talib kişi qonub gözləyir, bu boyda rəqəmlər. Mən həmin anda Sumqayıtda 200 manata kiraya qalırdım, yəni təsəvvür eləyin. Bu qədər pul verirlər mənə, əldən qorxurdum. Niyə? Çünki Baker Hughes Pərviz istəmədi bu pulu, dünyanın istənilən yerinə başqasına təklif eləyə bilər, düzdür? Amma Xose bu yolu keçdiyi üçün o bilir ki, şirkət həmişə sənə verəcəyi budursa, birinci bunu təklif eləyir. Atır. Birdən qəbul elədin ki, çoxumuz bunu qəbul edir. Həmin də fürsəti əldən qaçırmaq bilir. Amma sən həmişə deməlisən ki, bunu yox, bunu istəyirəm. Zaten onu verməyə gücü çatır. Sadəcə həmişə birinci nədir? Bunu. Biz bazarda əvvəllər talkuska vardı, alverçilər vardı o dövrlərdə, düzdür? Biz gələndə həmişə qiyməti sənə nə deyirdi paltarı? Dəyərindən artıq. Sən də deyirdin ki, o qiyməti yox, bu qiymətə ver. O da dedi, hə yaxşı. Amma hə yaxşı deyəndə zaten o dəyərdir, yəni. Dəyər odur, düzdürmü? Və Xose mənə deyir ki, artır. Mən də deyirəm, yox, artırmayacağam. Deyir, çəkir qırağa, özü girir mailə, cavab yazır ki, mən sizin təklifinizlə maraqlanıram, istəyirəm sizin şirkəti keçməyi. Amma rəqəmlər bu olsun və başlayır bütün rəqəmləri, ev pulu, nə bilim, maşın pulu, hamısını artırır o rəqəmləri. Və deyir, sent. Və mən ciddən ağlaya-ağlaya ki, Xose etmək eləmə, mənə onu, o rəqəmi göndərtdirir maillə, Abu Dhabi. Mən burada yalandan seminarda deyərəm ki, mən belə elədim, yox. Eləmədim, təcrübəm də yox idi və ağlayırdım. Yəni ciddən qorxurdum ki, təklifi reject edəcəklər. Amma şükürlər olsun, geri dönüş edirlər ki, biz sizə bu pulları verməyə razıyıq, yəni. Tamam? 26. 20. Necə? Tamam. Gəliblər tanqıçılar? Hə, tamam. Yəni 26 yaşında, həyat təcrübəsi 26 yaşında nə ola bilər ki? Yəni mənim hər zaman məsləhət aldığım bax elə təcrübəli bir insan var. O bunu göndərtir. Necə? Nə yaxşı güvənmişdiniz. Onun insanlığına və təcrübəsinə güvənirdim. Yəni Xose üçün mən normalda heç kimə, Azərbaycanlı bir gəncdə təzə düzəlib şirkət, amma o öyrətməyi doğrudan da, yəni sənə ürəkdən bir şeylər deyən bir insan idi. Bəxtim onda gətirmişdi, yəni. Sırf xaricdən təklif bir neçə dəfə ekspat getdiyinizə görə idi, yoxsa? Bəli, bəli. Yəni durduq yerə dostlar, bu realistik yanaşaq. Siz Azərbaycanda işləyirsiniz, durduq yerə xaricdən deməyəcəklər, gəl bizdən işlə. Mən dəfələrlə nə etməlisən, LinkedIn-də özünü satmağı bacarmalısan. Dəfələrlə. Nə etməlisən? Azərbaycanda işləyə-işləyə bir layihə, bir könüllü, bir proqram, bir şeylə xaricə çıxmağı bacarmalısınız. Ki onu LinkedIn-də göstərəsiniz ki, mən təkcə Azərbaycanda fəaliyyət göstərməmişəm. Filan yerlərdə də olmuşam. Bu zaman xaricdəki şirkətlər sizdən maraqlanan olur. Yəni sən Azərbaycanda, yəni heç kimi xətrinə dəyməsin. Şirkətlər beynəlxalq belə baxırlar. Öz vətənində Superman ola bilərsən, amma öz vətənindəsən. Öz vətənində Superman olmaq rahatdır. Bacarırsan, səni buradan götürək, tamamilə sənə yad bir lokasiya ataq, görək orada necə sağ çıxırsan. Bütün məsələ bundadır, yəni. Tamam ki, mən getdiyim ilk 6 ayı məsələyə belə baxmışam ki, mənim burada nə işim var? Bəlkə dalaqaydım, bəlkə səhv elədim. 6 ay çəkib məndə bu hiss. Yəni 6 ay mən orada mübarizə aparmışam öz yerimi tapmağa.
bayaq da dəyindirsən. Ne görmüştüm? 47 derece görmüştüm. Qızmar günəş görmüşdüm. Mənə tomato deyirdilər. Sifətim qızarırdı, halım pisləşirdi. Deyirdim ki, bu dəqiqə tirtap olub yıxılacam. Belə istidə işləməyi görməmişdim. Səhra görməmişdim. Mən elə bilirdim ki, Desert Safari'də Dubai. Bu elə deyil axı. Sən UAE deyəndə sən Dubai açırsan YouTube-da Dubai açılır. Kimsə sənə o quyuların başını göstərmir axı YouTube-da. Ya o xəyalın barədə düzgün araşdırma aparmalısın ki, səni orada nə gözləyir. Yəni sərt münasibət görürsün. 4 il ərzində nə Şulumecədə, nə BP-də kimsə mənim üstümə qışqırmamışdı. Getdiyim ilk həftə ofisə gedəndə counter director mənim bütün ofisin, sakit ofisin içində üstümə qışqırırdı, barbar bağırırdı üstümə. Mən qalmışdım ki, mən hara düşmüşəm. Niyə barbar bağırırdı? Çünki adam 33 ildir Baker'da işləyir. 33 il deyir ki, mənim qanım göydür. Blue'dur mənim qalır bu qanımın. Elə bir adama deyəndə ki, sən kimsən? Pərviz. 5 ildir Schlumberger'də işləyirəm. Demək, elə bir adama desən nə olar? Schlumberger Baker'ın əzəli rəqibidir. Bütün karyerasını Schlumberger'in marketdə keçmək üçün şeydir. Adam country director'dır. Bütün ofisin içində səni kim götürüb burada işə? Sənin kimin eləməyə lazım deyil? Sən Schlumberger, sən astatkasısan, get burada nə bilim nə? Üstümə qışqırır və mən də mənim günahım nə elədim də mən yəni. Halbuki öyünməməlisən əvvəlki şirkətdə Superman olmağından. İndiki şirkətdə heç kimə lazım deyil o. Tamam. Və adam mənə bir kəlmə deyir ki, bu şirkətdə I'll be your nightmare. Mən bu şirkətdə sənin kabusun olacağam. Mən elə başlamışam yəni Middle East'də karyeramı. Orada da 3 il 7 ay davam elədi. Belə bir şey var. Su gəlir, su gələndə balıq gedir, qarışqaları yeyir. Amma bir də var suyun çəkilməyi. Su çəkiləndə qarışqalar balığı yeyir. Düzdür? Mən onu həyata buraxdım. Çünki mən o adama heç bir şey eləməmişdim. Baker Hughes şirkətini GE şirkəti alır. GE şirkəti Baker Hughes alan kimi deyir ki, country director'ı devirib öz adamımızı ora qoymalıyıq. Bay onu yola saldıq belə. Amma mən səbr edib dözüb taktika ilə sağ çıxdım. Sonra gəldim workshop'a. Workshop'dakı supervisor'da görəndə ki, mən onun dediyi ilə yox, qanunlarla oturduram. Polad Alemdar'da görmüsünüz kalemini qırmaq. Mən o sözü dedi, sənin qələmin məndədir və sənin qələmini qıracam. Belə başlamışam yəni Middle East'dəki karyeramı. Amma nə oldu? Onu qovduq, paketlədik, onu da qovdurdum. Yəni belə bir adamım. Yəni onu da qovdurtdum yəni şirkətdən. HR, UK HR-a qədər adamı şikayət elədim, qovdular. Belə deyək. Mübarizədir. Bəli. Söyüş söydü. Anam barəsində bir söyüş söymüşdü mənə. Mən də bunu tutdum HR-a qədər. Sübut kimin nəsə? Bəli, şahidlərim vardı. Tamam. Birinci töhməti aldı və bir ay sonra təzədən başladı söyüş söyməyə hamıya. Sonra bizdə də bir təzə qız gəldi. İlk xanım mühəndis gəlmişdi heyətə, Rubadadır. İncə qızdı, belə üstünü qışqırsan ağlayar da, belə dəymə düşər qızdı. Gəlib və bu da ki, təbii ki, workshopda işləyə bilməz, incə. Buna dedilər ki, bu menecerin yardımcısı kimi buna kağız-küz işləri verin. Bu da adam seksistdir də, yəni kişi bu onun otağına belə buraxmırdı. Bir gün Ruba səhifən girir otağa və ondan icazəsiz bir sənədi götürmək istəyəndə üstünə qışqırır, çıx odaqdan zat deyib qışqırır, Ruba da gəlib oturub ağlayır. Bu momentdə mən də qəşəsi gəldim, oturdum Rubanın yanında. Deyirəm, Ruba, valla mən sənin yerində olsaydım, bu dəqiqə laptopumu, şələmi yığıb gedərdim HR-a şikayət eləyərdim. Bax da yenə də özün bilərsən. Dedim, mən yanından ayrıldım yəni. Hə, Pərviz. Qız yığdı, Baker kimi şirkətdə bir qızı ağlatmaq, bilirsiniz də nə deməkdir yəni? Bir qız mühəndisi ağlatmaq. Yığdı, getdi şəhərdəki ofisə, ikinci töhmət, bay. Hamı da bildi ki, torbasını Pərvizlikdir yəni. Həyat mübarizədir yəni. Ya səni vuracaqlar, ya sən vurmalısan. Bu ikisindən biridir. Belə. Bura kimi yaxşı gəlmişdim, özümü sevdirmişdim sizə. Burada batırdıq yəni, körradıq. Oyunu qaydalarına görə oynamalı. Mən qanunlar oynadım. Əlbayaq olmadım, dalaşmadım. HR. Hər şey qanunlarla yəni. Tamam. Maili yazdım, onda ingilis dilində yaxşı deyildi. ChatGPT qrammarda zad da yoxdur o dövrdə. Bir dənə Hindistanlı oğlan var. Dedim ki, buna qrammatik düzəlt. Onun ürəyi doluydu. O mənim sözlərimin də ardında belə bəzədi. Güya ki, mən yazıram. Mənim yerimə də belə tap göndərdi HR-a yəni. Və onda yerli HR-a birinci gedir. Hindistanlı xanım idi HR. Cavab yazdı ki, bəs bir müddət səs çıxmadı. Heç bir şey. Üstündən biraz keçdi, yazıldı ki, şikayətiniz üçün təşəkkür edirik, sizin case bağlanmışdır. Notarianı bağlanmışdır və yazılır satisfied, not satisfied. Razı qaldınız prosesində, yoxsa yox. Notu bastım ki, notarianı, mən burada haqqım tapdım, bla. Not satisfied basanda mail gedir artıq mərkəzə, UK-yə. Uca 2 dəqiqə sonra UK-dən məni yığdılar.
Adamın adındır, qalanına qarışma. Ondan sonra ona toy tutular yəni. Belə. Tamam. Belə. Siz də xarici layihə dedirsiniz, xaricilər layihələri qoşulun, gedin Bəli, xarici bəli. işlə bağlı, yoxsa ümumiyyətlə yəni? Yəni xaricdə fəaliyyətiniz olsun. Bir də hazırki Azərbaycanda işlədiyiniz şirkətdə menecerindən ünsiyyət vaxtı hər zaman menecerə söz atın ki, əgər hər hansı bir xaricdə qısa müddətli proyektlər eləməyə bir adam lazım oldu, xahiş edirəm namizəddaçını mənə də gör. Tək etməli olduğunuz budur yəni. Bunu da mənə Xosa öyrətmişdi. Girirəm menecerin otağına, deyirəm ki, bəs belə-belə, əgər buradakı Xəzər dənizindəki işlərindən razısansa, sizdən xahişim, bir layihə falan olanda mənə deyərsiniz. Hə, tamam deyir, tamam. Çıxıram otaqdan, elə biləm söhbət öldü. Yaddan çıxır, günlərin bir günü çağırır otağa, bəzi növbəti layihə, hara Xəzər dənizi, yox, Liviya. Hara Qəddafinin ölkəsinə, yallah, getdin yəni. Elə. Adam elə bilir ki, mən indi bu Amerikaya, Avropaya göndərir, elə olmur. Yəni, ya Afrikaya göndərir, ya Səhraya göndərirlər. O təcrübələr LinkedIn-də olmağı, oradan sağ çıxıb bunları LinkedIn-də yazmağım, Amerikada bir Baker Hughes-dəki talant axtaran bir adam LinkedIn-də bu profillərə baxanda, mənə gəlib çıxanda, bunları görəndə deyir ki, biz bu adamı görə bu kimdir? Amma sən təkcə Bakıda işləmişsənsə, hər gün yəni ciddi deyəm də, yəni o da ehtimal var, amma az ehtimaldır. Yəni işlə bağlı gedə bilərək, neft sənayesi ilə bağlı xarici getməkdən danışırsanız, yoxsa yaxud da Erasmusla da məsələn gedə bilərsiniz? Bəli, gedə bilərsiniz. Bu belə onu göstərir ki, siz tolerant bir insansınız, xaricilərin arasında olmalısınız. Yəni ancaq öz milləti ilə işlədiyi insanın problemi nədir? O tolerant olmur, o timlə işləyə bilmir. O bir Afrikalı ilə bir yerə düşəndə onu cac eləyir, bilmir onunla necə yola getsin, yəni. Bu problem odur yəni. Amma sən xaricilərin arasında oturdur eləyəndə görürlər ki, sən bu adam deməli tolerant insandır.